Vaxtınız xeyir. Bugün 3-cü suala baxacağıq. 3-cü sualda deyir. Deməli, A bucağını 120 dərəcə verib, AB tərəfini 10 verib, BC-ni A verib və əlavə olaraq bizə sahə verib 20/3-dür. Və bizdən A kvadratını soruşur. Deməli, biz ilk olaraq, məsələn, tutaq ki, AC-yə bir x versək, buradan biz x-i tapa bilərik sahə düsturuna əsasən. Üçbucağın sahəsi S üçbucaq 1/2-yə 2-də 1 AB sinus alfadır. Və yaxud da burada alfanın yerinə biz elə bucaq A yazsaq daha yaxşı olar. Çünki bucağa danışırıq. 20/3-dür. İndi 1 bölünsün 2, 2-də 1. A-sı tutaq ki, budur, x-dakı B-dir. 10 vur x vurulsun sinus 120 dərəcə bərabərdir 20/3. Sinus 120 dərəcə. 120 dərəcə ikinci rübdür. Sinus bilməliyik ki, biz birinci və ikinci rüblərdə müsbətdir. Ona görə ümumiyyətlə ədədimiz, yəni burada alınan ədəd müsbət olmalıdır. Sinus 180 minus 60 bərabərdir. 180-də ad dəyişmir, 90 və 270-də dəyişir. Eləyir sinus 60 dərəcə. Dərəcə qoyaq. Eləyir kök altı 3/2. Deməli, 1/2 10x vur kök altı 3/2 bərabər 20/3. X burada eləyir 5, deməli 8. X eləyir 8. Deməli, x burada 8-dir. Bizdə A kvadratını soruşur. A-nı tapmaq üçün isə biz kosinusla teoremindən istifadə edəcəyik. Kosinusla teoremində ümumiyyətlə düstur belə idi. S kvadratı bərabər A kvadratı plus B kvadratı minus 2AB kosinus bucaq S. Belə bir düstur var idi kosinusla teoreminə görə. Burada isə belə yazacağıq. A kvadratı bərabərdir. Deməli, 10-un kvadratı plus 8-in kvadratı minus 2 vur 10 vur 8 vurulsun kosinus 120 dərəcə. Kosinus 120 dərəcə. Kosinus birinci və dördüncü rüblərdə müsbətdir. İkinci rübdə mənfidir. Və belə yazaq. Kosinus 180 minus 60 bərabərdir. Mənfidir axı. Mənfi kosinus 60 dərəcə. Bu da eləyir mənfi 1/2. Mənfi 2-də 1. Deməli, A kvadratı bərabər 100 plus 64 minus 2 vur 10 vur 8. Mənfi olanda müsbət olacaq 1/2. 2-lər gedir. A kvadratı bərabər 164 plus 80 eləyir 244. Cavab Y variantıdır.